Salamlayıram hər birinizi və ümid edirəm ki, yaxşısınız, enerjiləriniz qaydasındadır. Bugünkü videomuzu mən uzun müddət əvvəl çəkmişəm. Yəni uzun, bəlkə də bir neçə ildir artıq keçib üzərindən və yenidən istədim təkrar çəkim. Bundan öncə qeyd eləmək istəyirəm ki, bizim canlı, daha doğrusu görüntülü bir zənglə bir görüşümüz olacaq. Orada həm tarot olacaq, həm meditasiya olacaq, həm təmizlənməmiz olacaq, həm baxım olacaq və bu tamamilə ödənişsiz bir şəkildə olacaq. Və bunun üçün məlumat almaq istəyirsinizsə, buna qoşulmaq istəyirsinizsə, Instagram adresinə keçə bilərsiniz. Bugünkü mövzumuz isə valideynlərlə bağlıdır. Hansı ki, onlar öz uşaqları ilə bağlı narahatdırlar. Övladınızı nələr gözləyir? Övladı ilə bağlı narahat olan valideynlər, övladının işi ilə, evliliyi ilə, indi biz də bilmirik nə çıxacaqsa, övladının gələcəyi ilə bağlı narahat olanlar, övladı ilə bağlı sual işarəsi altında olanlar, övladı uzaqda olanlar, hansı ki, o da elə var ki, övladı başqa ölkədədir və ana narahatdır. Övladının işi ilə bağlı problemlər yaşayanlar və s. Eyni zamanda bu video uşağının gələcəkdə necə bir insan olacağı ilə bağlı olanlara da aiddir. İstəsə hamilə xanımlar da baxa bilər, hansı ki, onlar da maraqlıdır ki, görəsə mənim uşağım necə biri olacaq. Bunları da niyyət edirəm, amma ən əsas biləsiniz ki, video bu xanımlara aiddir və bəylər də ola bilər təbii ki. Çünki hər dəfə mən baxıram ki, yorumlarda xanımlar yazır ki, övladım üçün tutmuşdum, övladımı niyyət eləmişdim. Əslində, başqasının taliyi ilə bağlı biz yox, o insan özü niyyət eləməlidir, tutmalıdır. Ona görə bu dəfə siz rahat-rahat niyyətinizi elib tuta biləsiniz deyə mən valideynlər üçün belə bir açılım elədim. Və əgər bir neçə övladınız varsa, hər birini ayrı dəstədə seçə bilərsiniz. Yəni, məsələn, qızınıza birini, oğlunuzu birini və s. belə də seçə bilərsiniz. Belə. Önünüzdə 3 dəstə var. Dəstələri göstərəcəm. Hansı dəstə sizə hansı övladınızın enerjisini göstərirsə, belə bir dəstə var. Bu yenidir zaten. Keçən dəfə ilk dəfə video çəkmişdim bundan. Digəri klassik tarot dəstəsidir. Üçüncü isə sehirbaz tarot dəstəsidir. Düzəldə ekranı. Sehirbaz tarot dəstəsidir. Belə. 3 dəstəmiz var. Hansı dəstənin enerjisi sizə, hansı övladınızın enerjisini yansıdırsa, o dəstəni də seçə bilərsiniz. Burada da təsadüfən burada əziz kartı gəlib. Burada kupa ikilisi, burada kule kartı enerjisi gəlib. Çox maraqlıdır. Sonunda deyəcəm. Seçimlərinizi edin. Düşünürəm ki, artıq seçmişsiniz. Enerji olarak bu kart daha çok ilahi bağlılığı, bu kart daha çok sevgiye bağlı, bu kart ise çok böyük dəyişiklikləri göstərir. Bu sadəcə kartın üzərində olan bir mesaj idi. Bəlkə bir anlama gəlir deyə dedim. Gəlirəm birinci dəstəyə. Kimlər seçim eləmişdi? Belə, baxaq görək niyə narahatsınız ümumiyyətlə övladınızla bağlı. Bu dəstəni seçənlər öz övladı ilə bağlı olan narahatlıqlarını istəyirəm baxaq görək. Nəyə görə narahatsınız övladınızla bağlı, nəyi bilmək istəyirsiniz ümumiyyətlə. Bu dəstəni seçənlər öz övladı ilə bağlı nəyi bilmək istəyir, nə üçün narahatdır? Baxaq. Ola bilər ki, müəyyən pulla bağlı problemlər var. Ola bilər ki, bəzilərinizdə övlad itkisi olub, ya övlad olmur, ya yoldaşı uşaq gözləyir, nəsə problemli bir hamiləlik keçirdir, ola bilər. Ola bilər ki, övlad hətta bir neçə dəfə itirib və yaxud da maddi olaraq işdən çıxmır. Bir şeylər itirib sanki. Və belə deyək də, sanki övladınız davamlı xoşbəxtliyə çöldən, biriləri rahatdır, biriləri xoşbəxtdir, biriləri yaxşı həyat yaşayır. O buna çöldən baxır sanki, uzaqdan baxır. Tam olaraq o xoşbəxt yaşayan insanlardan özünü hesab eləmir və yaxud da siz ola bilər ki, hal-hazırda müəyyən bir məhkəmə, müəyyən bir üzləşmə, hər hansı bir dövlət məsələsinə bağlı bir məsələsi var bəzilərinizdə. Ola bilər ki, belə deyək də, ayrıldığı ailəsi ilə hal-hazırda boşanma ərəfəsində olanlar var burada. Eyni zamanda biraz orada övlad problemləri var və hal-hazırda belə deyək də,
hər iki tərəf bir-birində səhv tutmağa çalışır. Bəlkə məhkəməni öz əleyhinə döndərmək üçün, bəlkə nəsə bir şey, amma hər iki tərəf bir-birini sanki izləyir, güdür. Görüm necə eləyə bilərəm, öz tərəfimə çəkə bilərəm bu vəziyyəti. Yəni sanki həyatında övladınız bu dəqiqə qərar aşamasındadır. Yəni ki, ya o tərəfə gedəcək, ya bu tərəfə gedəcək. Sanki bir şeylər dəyişir onun həyatında. Əgər evli deyilsə övladınız, subay biri üçün baxırsınızsa, yenə də bu deməkdir ki, övladınız dəfələrlə bəlkə eyni səhvləri eləyərək, bəlkə eyni itkiləri itirərək, indi bu dəfə deyir ki, mən təzə bir şey eləmək istəyirəm, təzə bir başlanğıc eləmək istəyirəm, yönümü dəyişmək istəyirəm və həyatının karmik bir nöqtəsidir. Yəni bugünə qədər elədiklərinin cavabını alıb yönünü ya bugün, yəni bu anda, bu videoya baxdığınız anda, ola bilər 3 aydan sonra baxacaqsınız, ola bilər 3 gündən sonra. Hansı ki elə bir zamandadır ki, sanki ilahi ədalətlə bağlı, yəni sən nə etmisən, nə əkmisən, nə becərirsən. Sanki belə bir dönəmdədir. Yəni həyatımızın bəzi anları olur, həmin anlar biz elədiklərimizə görə cavab veririk və həyatımız tamamilə dəyişir. Məsələn, çox uzun müddət çətinlikdən keçirir, birdən-birə həyat üzümüzə gülür. Sanki o çətinlikdən keçəndə o qədər uzaq çıxırıq ki, Allah bizi bir mükafatlandırır. Və yaxud da ki, tam əksinə, müəyyən bir dönəmdən sonra hər şey itirən insanlar var. Yəni təbii ki, psixoloji olaraq belə deyək də, hər bir insan öz düşüncələrinin məhsulunu yeyir. Yəni hal-hazırda övladınızın həyatının bir dönüm nöqtəsi, bir dəyişim nöqtəsi demək olar. Başqa övladınızla bağlı nəyi bilmək istəyirsiniz? Baxmaq istəyirəm, görə övladınızla bağlı siz nəyi bilmək istəyirsiniz? Ən əsası övladınızla bağlı nəyi bilmək istəyirsiniz? Bir çoxları insanlar istəyir ki, övladım, əslində hər bir valideyn təbii ki, bunu istəyir. Burada istəyirsiniz ki, xüsusilə də qorxularını yensin, üzə çıxsın, görsənsin, bəlkə kimsə övladı risk eləmək istəmir, gözləyir. Nə bilmək, olur da bəzi insanlar ki, tam da belə çox diribaş kimi yox, istəyir ki, yavaş-yavaş, istəyirsiniz o günəş kimi parlasın, evlənsin, ailəsi olsun və yaxud da ki, ailə xoşbəxtliyi, kimsə istəyir ev alsın burada, nəsə açar söhbəti var, bir yolculuğu var bəlkə kimlərsə, harasa getmək istəyir, hal-hazırda sanki onu tapa bilmir. Yəni ola bilər harasa ölkə və ya da şəhər dəyişikliyindədir və getmək və ya gəlmək istəyir eyni zamanda, amma alınmır gəlib getməyi. Nəsə yol bağlılığı var, nəsə yolu bağlıdır. Sanki ola bilər sərhədlərə görədir, ola bilər nəsə maddiyyata görədir, amma sanki uzaq bir yol, nəsə bacarmaq istəyir, nəsə uzun böyük bir şey eləmək istəyir, amma hal-hazırda göstərir ki, yolu bağlıdır və burada bir qərarsızlıq var. Kimsə, ola bilər kimsə ya evliliklə bağlı qərarsızdır, ya ayrılıqla bağlı qərarsızdır. Yəni sanki biriləri burada görəsən evlənsinmi, evlənməsinmi, tək mi qalsın, belə mi davam etsin, nəsə belə bir məsələn qərarsızlığında ilişib qalıblar və deyərdim ki, burada əsasən bu adam, yəni övladınız işinə, gücünə, daha çox belə işi ilə bağlı özünə güc verib, içində, qəlbində sıxıntılarını dərində özü çəkir, sizə bunu bildirmir elə də. Tək olanda tək üzülür, tək incinir, tək oturur, belə deyək də, kimsə fikirləşəndə belə sadəcə xüsusilə də məndən niyə alınmadı, bacarmadım və s. Necə deyim, tək bunun hamısını atlatmağa çalışır, çox da sizə bildirmir və həmişə o fikirləşir ki, görəsən mənim seçimim nə idi, pul hardaydı, xoşbəxtlik hardadır, pulu harda tapmalıydım, niyə mən düz yerimdə deyiləm, olduğum yer niyə bu qədər çətindir burada irəliləmək və s. Yəni davamlı bu insan doğru və yanlış nədir, mən nəyi səhv elədim, qəlbim qırıldı, niyə mənim yollarım bağlandı, niyə məndə belə alındı fikirləşir. Çünki sözün əsl mənasında, baxın burada da karta bağladı, sözün əsl mənasında deyir ki, övladınız həyatda birisi necə gedir. Yəni biri var rahat şəkildə qapını açsın, yox, o elə gedə bilmir. O davamlı gərək belə müharibəli, yəni görürsünüz qapını qırıb açır. Belə bir şəkildə getsin və ona güya ki, ona kömək istəyən insanlar belə sanki baxın görürsünüz açar var burada. Açar var, amma
doğru şəkildə onun ayağının altında dayanan adam var, onun üçün onu düzgün şəkildə tutmurlar ki, əslində və yaxud da ona köməyi düzgün şəkildə eləsə o açarı götürə bilər, amma eləmirlər, görürsüz? Və hətta bunlar narazıdır belə ki, iş bezdik bundan. Yəni sanki ətrafı da ona dəstək deyil. Yəni ətrafındakı insana deyir, dəstək yox, köstək insanlar da ətrafında da və ona yardım eləməyə əvəzinə əksinə biraz da öz mövqeyindən onu yayındırırlar. Amma ümumiyyətlə özü həm zaman fikirləşir ki, doğru pul, əsasən də pul fikirləşir ki, maddi olan başlanğıc hardadır? Yəni hardadır o böyük şey? Yəni insanlar qazanır, insanlar yaşayır, bəs mən necə düşə bilərəm o reysə ki, məndə də alınsın? Bax, belə bir məsələlər var övladımızla bağlı. Gəlin, indi baxaq görək. Övladınızı işlə bağlı, maddiyyatla, sevgi ilə bağlı nə gözləyir? Ayrı-ayrı qoyacağım. Narahat olduğunuz övladınızın adını çəkirsiniz. Bu övladınızın maddi olaraq durumu necə olacaq? Deyərdim ki, belə deyək də, maddi olaraq sanki biraz siz necə bir enerjidə, niyə görə alınmır onda, çətin olan yolu seçir. Bəlkə də siz ona uşaqlıqda evinizdə olan, məsəl üçün, elə evlər var ki, orada uşağa deyirik ki, uşaqlar bilmir də, yəni biz özümüz də, siz özünüz də maddiyyatla bağlı, pulla bağlı fikirləri sizdə kim formalaşır? Valideynlər. Bəzən məsələn valideyn deyir ki, pul çətin qazanılan bir şeydir, pul asan gəlmir və s. Sanki bu insanın həyatında uğurlar çətin qazanılır. Yəni belə bir inancı var, belə bir düşüncəsi var. Bu insan hər dəfəsində belə deyək də xüsusilə də qadınlarla bağlı, xüsusilə də irəliləməklə bağlı, qadınları başa düşməklə bağlı, onların o enerjisini, birisi də kişilər qadın enerjisi bəslədir. Onu anlamaqla bağlı hər zaman bir problem çəkir və ətrafındakı insanları, qadınları da narahat edir onun şey. Çünki onun həyatda normal sevgi ilə, uğurla, yəni rahatlıqla getmir yolu. Mübarizə var içində, davayla gedir. Enerjisi ümumiyyətlə budur ki, döyə-döyə, söyə-söyə, qışqıraraq, içində var da o qəzəb. Bəlkə də övladınız çox sakitdir, amma içində o hiss var deyə onun, içində o rahatlıq yoxdur. Məsəl üçün, hər zaman deyirəm video, bəzən biz iş qurarıq, rahat bir şəkildə, xoşbəxt olaq, bu iş bizə pul gətirsin. Bəzən isə biz iş qurarıq ki, ona sübut eləyəcəm mən nəyəm, buna sübut eləyəcəm mən kiməm. Yəni, sizin övladınızda da içində var o qəzəb, o şey deyə, hirs deyə. Həyatda da enerjini, sadəcə çətin olan enerjini seçir. Hər şey onun üçün bir çətin, daha belə deyək də, narahat şəkildə gəlir. Və ola bilər ki, bəyəndiyi bir xanım varsa da, o xanımın da həyatında başqa biri olduğunu görür və ya evli bir xanımı sevir. Ola bilər ki, bu da onu labirintə salır. Bunlar belə bir şey də var. Yəni, başqa birinə aid olan birini sevir. Xüsusilə də o insanda gözü var və özünü bildirməsə də, həmin o xanım hər kimdirsə, həmin o xanıma gizli baxır və orada da bir qısqanclıq yaşayır. Xüsusilə də ola bilər ki, həyatı ilə bağlı siz özünüz ana olaraq öz ananızı itirmişsiniz və övladlarınızdan istəyirsiniz ki, sanki öz itirdiyiniz valideynlərinizin yerinə övladlarınızı qoyub onlara sarılırsınız daha çox, daha belə deyək. Əslində zəhmətkeşdir övladınız, amma deyir ki, nə qədər ki, əlindəki qılıncı yerə qoymayacaq, bu əlindəki qılınc bilirsiniz nədir? Hər şeyi savaşaraq əldə eləməliyəm, həyat çətindir, mən mütləq mübarizə aparmalıyam, savaş aparmalıyam. Bu tipli düşüncələri beynindən atmadıqca, həyat da onun üçün asan da olmayacaq, həyatı da asan yaşaya bilməyəcək. Yəni, kainat ona mesajlar verir, baxın, görürsünüz, necə ona qəşəng gül gətirir oğlan. Yəni, həyat deyir ona bir şeylər verir, pəncərədən, qapıdan bir şeylər var. Amma o elə özünü sanki elə hesab edir ki, onun əllərini, qollarını tutublar, o hərəkət eləyə bilmir, narahatdır, hər şey ondan alıblar və belə bir enerjidədir sanki. Yaxşı, bu durum düzələcəkmi, dəyişəcəkmi?
ilk öncə onu deyim ki, əlinə ola bilər pul gələ bilər müəyyən miqdarda. Gözlədiyi pul var. Nəsə inanmır o pulun əslində gəlməyinə, amma elə bir pulun gəlişi var əslində. Hal-hazırda bir dənə yol var qabağındakı, istəyir o yol açılsın. Hələ ki o yolun açılması deyir ki, hələ ki yaxın zamanda deyil. Yaxın bir anda deyil. Biraz yol bağlılıqları da var, baxın. Görürsünüz, qadın necə cadu ilə məşğuldur. Sanki o qadının içərisinə başqa bir ağır bir varlıq girir o və onu sanki onun özünün də bir üzərində bir qaranlıq enerjisi var. Başqa bir qadından. Sanki ola bilər ki, iki qadın, məsələn, siz hansısa bir qadına müharibədəsiz, yəni yola getmirsiniz də belə deyək. Onun bədəlini yaşayır. Məsəl üçün, ona da düşün onun ağırlığı. Hə, işləri qalıb hansı askında, havada. Qürurlu insandır, qürurlu insandır. İstədikləri çoxdur. Bunu eləyərəm, onu eləyərəm, ağlım var, fikrim var, cəsarətim var. Belə danışanda özündə deyir ki, mən nələri bacarardım və s. Amma bütün bu fikirləri düzəldib qutara bilmir əslində. Rahatına da düşkündür, istəyir ki, rahat olsun və s. Gələcəyi ilə bağlı deməzdim ki, çox da pis olacaq. Yox, burada deyir ki, imperator və nə qədər disiplinli və qərarlı olsa və eyni zamanda disiplin və qərarlı olanda nə qədər qorxularından azad olsa, Mir kartı bizi sərhədsizliyi göstərir. Yəni nə qədər ki, biz qorxularımızdan azad oluruq və atırıq öz inanclarımızı, narahatlıqlarımızı, ruhumuzu sıxan şeyləri, o qədər irəliləyirik. Düzgün istiqaməti. Baxın, görürsünüz qız necə uçurumun kənarında ulduza doğru gedir. Biraz əl çatmaza meyil var övladımızda. Yəni ki, məsələn, onun üçün əl çatmaz olan nədirsə, onun dalınca qaçır. Və onun dalınca qaçanda da Atşenik deyir ki, Allahdan uzaqlaşmaq lazım deyil. Yəni özündən uzaqlaşma, mənliyindən uzaqlaşma, realdan uzaqlaşma, bu andan uzaqlaşma. Sən real şeylər qoy. Həyat o qədər sənin üçün, baxırsınız, bağlayır buranı. Deyir ki, əgər sən bu dönəmi keçsən, sənin üçün qəşəng bir evlilik və özgüvən olacaq. Deyir ki, bu nə deməkdir? Ola bilər ki, övladınız o qədər inanıb ki, həyatda hər şey mübarizəli olmalıdır. O ancaq mübarizə olan istiqaməti seçir. Hardakı savaş var, hardakı, ona görə də o başqalarına. Məsələn üçün, bayaq dediyim kimi, başqa bəlkə də bir xanım, elə bir xanımdır ki, onun həyatında başqası var. Yəni, bu insanın əsas düşüncəsi fikrində olmalıdır ki, həyat asan da ola bilər, həyat rahat da ola bilər, həyat sadə də gələ bilər, sadə də yaşana bilər. Bu qədər ehtiyac yoxdur qılıncla, müharibə ilə yaşamağa. Yəni, imkansızın dalınca qaçmağa, onu əldə eləməliyəm, bunu çatmalıyam. Yəni, göydəki ulduzları tutmağa ehtiyac yoxdur, bunun üçün yaşamağa da ehtiyac yoxdur. Yəni, övladınızı nə eləmək olar, necə eləmək olar? Övladınız yaxşı bir enerji terapiyası ala bilər, yaxşı bir psixoloji dəstək ala bilər. Yəni, sırf bu düşüncələr və bu inanclar. Çünki biz özümüz dəyişə bilmirik təsadüf. Əgər siz profesional deyilsinizsə, profesional enerji uzmanı deyilsə, bacarmayacaqsınız. Amma bu düşüncələr dəyişməlidir. Harada başa düşüb ki, həyatı mütləq savaşa hər şey eləmək lazımdır. Gəlirim ikinci dəstəyə. Baxaq görək, övladınız üçün niyə narahatsınız? Oy. Bu niyə belə oldu? Bu niyə belə oldu? Baxaq görək səndən. Hə. Burada kimsə çılğın uşaq. Ya da təzə doğulub, ya da təzə doğulacaq. Çox güman ki, belə bir şeydir. Hələ tam olaraq formalaşmıyor enerjisi. Bəlkə də hamilə olanlar da bu dəstədədir və yaxud da uşağı çox çılğındır burada olan. Övladınızla bağlı niyə narahatsınız? Övladınızla bağlı niyə narahatsınız? Övladınızla bağlı niyə narahatsınız? Dedim də Joker kartı. Övladınız çox üləngdir. Çox üləngdir, çox fikirləşəcək, düşünəcək, götür-qoy eləyəcək. O götür-qoy eləyənə qədər fürsətlər gəlib uçub gedəcək. Bilirsiniz necədir? Çoxlu özü ilə bağlı potensialı olan uşaqlardır. Yəni, kimdirsə övladınız potensialı var və amma ya atada tənbəl olub, ya da nəsə özü də bir necə oturacaq,
gözləyir. Halva biş ağzıma düş. Nə vaxtsa olar başlayaram. Belə düşünür. Sonra isə birdən-birə ağılına nəsə gəlir ki, aha durdum durdum elədim. Bu halda isə düşüncəsiz formada eləyir. Ola bilər ki, biraz siz necə biridir? Ağlıma bu günlər nəsə doldu, sabah durub eləyim. Bəzilərinizdə evlidə həyat yoldaşını aldadır. Bəzilərində ümumiyyətlə əgər övladınız qız övladıdırsa burada olanlar, nəsə uzaq xaricə gedəcək, qız övladınızdırsa ola bilər ki, başqa bir yerdə çox gözəl bir imkana sahibdir. Amma oğlan övladı üçün çəkənlər üçün oğladınız biraz həlləm-gəlləmdir. Xəyanətlər, bir yalanlar, onu orada, bu burada, bundan burada danışım, orada ondan danışım və s. Amma qızla bağlı seçmişsinizsə, övladınız qızdırsa, bu qızın çox gözəl gələcəyi var. Xaricdə oxuyacaq, xaricdə oxuyur və ya işləyir və ya da xaricə əlaqədar bir şeydə işləyir. Yəni və ümumiyyətlə enerjisi yüksəkdir. Sonra burada deyərdim ki, bəzilərində belədir ki, həyat oğlunuzdursa əgər öz yaxşı övladların anası, yəni yaxşı bir qadın var yanında, amma onun fikri başqa bir yerdədir, başqa bir qadındadır, işlə bağlı nəsə danışdığı bir qadın var, əvvəl işi olub, sonra başqa münasibətlərə keçib, nəsə belə bir şeylər. Başqa siz niyə narahatsınız? Nədir sizi narahat edən övladınızla bağlı? Xüsusilə onun evliliyi daha çox. Sanki siz özünüz də tuta bilmirsiniz bu uşağınızın xasiyyətini. Bu neyinir? Hər dəfəsində bir belə deyək də, oğlan və ya qız fərqi yoxdur. Evləndirməklə bağlı, ailə olmasıyla bağlı narahatlıqlar var burada. Elə bir ki, ya Allahla bağlı, məsələn, bəzilərində Allahdan danışanda, o tərəf elə, boş şeylərdir deyənlər var. Siz ona deyirsiniz ki, ay bala dua elə, nə bilim, nəsə Allaha inan, dişi boş şeydir, o tərəf elə. Belə danışanlar var. Bəzilərinizdə, yenə deyirəm, ümumiyyətlə evlənib boşanma ərəfəsi, bəziləriniz evlənmir ümumiyyətlə. Evlənmir. Və sanki nəsə arxa planda yalan danışır, bir şeylər gizlədir, bir həlləm-gəlləm işlər çevirir. Ondan sonra bu sizi çox qorxudur. Sizi çox qorxudur ki, ay Allah bunun axırı nə olacaq? Ay Allah bu düz yoldadırmı? Ay Allah bu düz adamlarla oturub dururmu? Bu pulunu düz yoldan qazanırmı? Halal yoldan qazanırmı? Bunun axırı nə olacaq? Yəni sizi narahat edən budur ki, onun o əyləncə həyatının axırına çıxacaq. O deyirsən düzmü ümumiyyətlə istiqamətdədir, düzmü hərəkət eləyir. Yəni sanki sizi narahat edən onun xüsusilə duyğusal xoşbəxtliyidir, ailə xoşbəxtliyini daha çox fikirləşirsiniz. Çünki davamlı biri dediyi ilə o biri tutmayan bir uşağın enerjisi, yəni övlad enerjisi hiss edirəm də burada. Nəsə sizə başqa şey deyirsə, başqa şey deyir və yaxud da ki, ümumiyyətlə bəzi şeylər tamamilə yalan danışır. Ola bilər ki, nəsə düz eləmir, sizi qəlbinizi qırır o insan, o uşaq ki, sizə qarşı düzgün davranmır. Ümumiyyətlə sizi çox incidir bu hərəkətlər. Yaxşı. Görək övladınızla bağlı nələr yaşanacaq, övladınızın gələcəyi ilə bağlı nələr yaşanacaq. Övladınızın gələcəyi ilə bağlı nələr yaşanacaq. Belə deyim, ilk öncə qeyd edeyim ki, övladınızın həyatında elə bir şeylər olacaq ki, o həlləm-gəlləmlik işləri tamamilə həyatından çıxacaq. Yəni ki, yalan danışırsa, düzgün ortamda deyilsə, bir yıxıntı, bir sarsıntı olacaq və həyatından məcbur şəkildə bu bitəcəkdir. Yəni, nə onun arxasından işlər dönürdü. Bəlkə övladınızın hal-hazırda belə biri deyil, amma bilirsiniz ki, məsələn, onun arxasına düşmənlər var, nəsə eləyirlər. Amma bir şəkildə həmin bu qaranlıq olan döngü var, yəni qaranlıqda qalma, qaranlıq insanların arasında olma, kimlənsə düşmənçilikdə, o bitəcək. O bitəcək və həyatında çox gözəl və günəşli bir gün gözləyir onu. Çox gözəl və aydın bir səhər elə bir açılacaq onun üçün. Həyatında sevgi, həyatında xoşbəxtlik, həyatında həqiqətən dərindən hiss edəcək sevginin
o möhkəmlənməsi, ola bilər yeni əməkdaşlıqlar və yeni işlər. Başqa nə gözləyir bu buradakı seçən adamın övladını? Baxın, həyatında balansı quracaq, dəngəni quracaq. Dəngəni qurduqca həyat ona yeni bir şanslar verəcək. Sadəcə övladınızda belə bir problem var. Uzun müddət eyni proseslərdə ilişib qalır. Məsələn, kimsə ona bir dənəsə söz deyib, oturacaq, fikirləşəcək. O mənə budur dedi və yaxud da siz ona haçansa demişsiniz ki, yox, səndən alınmaz. Onu fikirləşir, beynində böyüdəcək. Mənə filan vaxt sən demişdin, deməli məndən alınmayacaq. Tez ümiddən düşəndi, tez küsəndi, tez inciyir. Ondan sonra tez uzaqlaşıb çıxıb gedir. Yəni siz ona dedilər, "Aha, mən çıxdım, getdim, vəsə." Davamlı həmin o mübahisələrin enerjisində qalan insan kimi göstərir. Həyatında deyir ki, ya bu durumu bitirəcək, yəni o keçmişdə olan şeyləri. Okey, ola bilər pis nələrsə olub, başa düşürəm. Ola bilər xəyanətə uğrayıb, ola bilər yalan danışıblar, ola bilər pulunu oğurlayıblar, fərqi yoxdur. Amma yaşanmayan həyat da var da, yaşanmadığı, hələ görmədiyi xoşbəxtliklər olan da var. O onu deyir, o həmin o xoşbəxtliyə qapını açmaq yerinə nə qədər ki daha çox fikirləşəcək pis olanları, biraz daha qəlbi qırılacaq. Biraz daha üzüləcək, biraz daha kədərlənəcək. Və hər dəfəsində deyir, ola bilər ki, siz ona dəstək olacaqsınız, atası və yaxud ona dəstək olacaq, bir ev alınacaq, ev düzəldiləcək və s. Amma deyir, onun həyatı bilirsiniz necədir? Davamlı dəyişkən olmağı və daxilində eyni döngüdə ilişib qalıb. Belə fırlanır, eyni yerdə qalıb. Çünki niyə? Bir qorxularını ata bilmir içindən. Bir də çarəsizəm. Əslində mən heç nə bacarmıram. Əslində əlim qolum bağlıdır. Əslində həyat ədalətsizdir. Əslində həyatda mənim üçün heç nə yoxdur. Onsuz da məndə heç nə alınmayacaq. Onsuz da mən bunu bacarmayacağam. Və bu düşüncələr var sizin övladınızda. Şuuraltı olaraq. Və ona görə də o eyni yerdə fırlanıb qalır. Yəni belə bir döngüyə düşür. Özü-özünü psixoloji olaraq bir döngüyə salır. Bəs bu döngüdən çıxması üçün nələr mümkündür? Bu döngüdən çıxması üçün nələr mümkündür? Bu döngüdən çıxması üçün. Bu döngüdən çıxması üçün birinci növbədə özünü aldatmamalıdır. Nə deməkdir bu? Baxın, bir dənə sumka istəyirsiniz. Qırmızı rəngdə sumka, düzdürmü? Ən bəsit dildə. Getdiniz mağazaya, girdiniz. Qırmızı istədiyiniz sumka qarşınızda gördünüz. Həmin anda fikirləşirsiniz. Ayda, burada göy sumka da var, qara da var, ağ da var. Görürsən hansısa və başlayırsınız fikirləşməyə. Heç nə almayıb gəlirsiniz evə. Amma bir məqsədiniz var axı qırmızı sumka almaq. Gəlirsiniz evə, baxırsınız evdə sumka yoxdur və depressiya düşürsünüz ki, hər kəsin sumkası var, məndə niyə yoxdur? Və bu halda şikayət edirsiniz sanki. Baxın, yenə deyirəm də, bu ən bəsit dildə izahımdır. Yəni başa düşəsiniz ki, nə demək istəyirəm. Və təzədən bir də qayıdırsınız mağazaya. Yenə indi baxırsınız ki, ayda mənə qırmızı sumka lazım idi. Göyü də alım, qırmızını da alım, yaşılı da alım. Sonra deyirsiniz ki, yox, mən bu qədər sumkanı eynirəm. Bunu görürsə hansı mənə lazım olacaq? Yenə qərarsızlıqla yenə qayıdırsınız evə. Və baxırsınız ki, ətrafınızda hamının hər şeyi var, hər kəs gedib alıb ki, amma sizin hələ də sumkanız yoxdur. Çünki niyə? Çünki siz hələ bilmirsiniz ki, nə istəyirsiniz və sizin qərarınız yoxdur. Həyatınızın istiqaməti yoxdur. Sizə demirəm, bu övladınıza aiddir. Yəni sizin övladınız nə vaxt ki bunu dayandıracaq. Və birdən, məsələn, belə bir şey var. Bir insanla danışırıq və yaxud da bir adamdan ayrılırıq. İndi siz bunu övladınıza izah edəcəksiniz deyə, mən sizin üçün rahat izah edirəm. Ayrıldınız, getdi, bu adam düzgün adam deyildi. Gəldiniz, başqa bir adamdan dəneyirsiniz, tezdən yoxlayırsınız həyatınızı. Fikir oradadır. Görürsən ondan ayrılmaq düz elədim. Bəlkə orada olmalıydı, bəlkə buydu. Sonra deyir, ayda təzə bir dənə də burada adam var, bəlkə bundan da yoxluq. Yenə fikir qarışdı. Yəni fikir qarışıqlığı, özünü aldatma, özünü dağıtma, öz enerjisini. Güya ki bu ən yaxşısını axtarır. Güya ki, yəni bəzən biz istəyirik hər şey mükəmməl olsun. Hər şeyi kontrol etməyə çalışırıq, həyatı kontrol etməyə çalışırıq. Amma bəzi şeylər var ki, biz onu kontrol edə bilmirik. Yəni biz onu yaşamalıyıqsa yaşamalıyıq, biz onu düzəldə bilməliyik, kontrol edə bilmirik. Bəzi valideynlər olur, övladının doğum saatına qədər düşünür ki, mən uşağımın saat 9-da olmalıdır, yüksələni xərçəng olmalıdır, əqrəb olmalıdır və s. Amma anlamır ki, o övlad artıq öz taleyini seçib, öz valideynini seçib və öz həyatını seçib. Yəni siz onun taleyini də dəyişə bilməzsiniz. Biz də öz taleyimizi, psixoloji tərəflərini dəyişə bilərik. Amma bu da Allahın iradəsi altında baş verir. Yəni biz Allahın iradəsindən çıxıb nəyisə düzəldib dəyişdirə bilmərik, nəyisə daha yaxşı
Kim daha çox kontrol etməyə çalışır, o Allahın əslində ona yazacağı taleyə o qədər də inanmadığına görədir. Və ona görədir ki, daha yaxşısı, daha yaxşısı, daha yaxşısı. Yəni zaten orada olan sən seçəcəyini artıq Tanrıya bəllidir və sən hər dəfəsində bu döngüdə ilişib qalırsan. Deyir, mütləq şəkildə artıq özünü bu durumdan özünü çıxartmalıdır. O daha sonra əyləncələri dayandırıb biraz məqsədlərinin üzərinə getməlidir. Yəni məqsədlər olmalıdır. İrəliyə getmək, bu işlər, məqsədlər yazmalıdır, əməlli başlı, həyatı ilə bağlı, növbəti 3 ayda, növbəti 5 ayda, növbəti və sonra getməlidir irəliyə. Ondan sonra evli qadınlardan uzaq durmalıdır. Oğlanlardır xüsusilə. Ondan sonra belə deyək də, uşaq çoxdan illərdir tanıdığı, bağımlı olduğu qadın varsa uzaq durmalıdır. Hansı ki, o qadın uzun vaxtdır onunla danışır, bəlkə də evlidir, yenə deyirəm, övladı da var hətta bəlkə bəzilərinin, uzaq durmalıdır. Bu şeytan kartına verib, bu deyir, olmaz, bu düzgün deyil. Bunları eləsə nə baş verir? Yaxşı bir maddiyyat qazana bilər, çünki zaten egolu bir insandır, istəyir yəni, özünü təsdiq eləmək istəyir, özünü göstərmək istəyir və s. Bunu istəyir və irəliləmək lazımdır. İrəliləmək üçün bir qədər pulun əlinə gələcək. Bu insan evlənəndə də öz iş yerindən ola bilər və yaxud da dost çevrəsindən ola bilər, nəsə tanışlıqla olacaq, əgər subaydısa. Yəni tanışlıq yolu ilə bu filankəsin, filankəsi, bəhmənkəsin və belə, yəni özü birbaşa gördü, belə olmayacaq. Evliliyi olacaq olmağına, amma ki, əgər ki, bu insan, bu dediyim xarakterlərdə davam eləsə, o zaman öz ailəsi də, qurmuş olduğu və ya quracağı ailəsində də problemlər olacaq. Yəni, bir övladınızın özü ilə bağlı, xarakteri ilə bağlı, yəni taleyi ilə bağlı şikayətlənmək çox asandır, amma çünki baxın, burada deyir ki, bu insan ay kartı, hər şey böyüdür. Problemləri böyüdür, qorxuları böyüdür, narahatlıqları daha böyüdür. Ay kartı birisi nədir? İllüziyalardadır. Ola bilər bəlkə də su elementi baskındır, hava elementi baskın, yəni dolu çəkic tərəzi, xərçəng elə balıq. Yəni o qədər çox dağınıq enerjiyə sahibdir ki, o qədər çox hər şeyi fərqli və doğru olmayan şəkildə özü üçün yorumlayır və nəticə çıxardır ki, bu da onu qapalı bir hala çevirir, küskün bir hala çevirir, ümidsiz bir hala çevirir. Mən düşünmürəm, burada bu dəstədə övladınızın maddiyyatla bağlı problemləri həll olacaq. Amma qəlbi ilə bağlı, sevgi ilə bağlı olan problemlərini həll etmək üçün mütləq şəkildə bu insan dediyim düşüncə, fikirlərdən əl çəkməlidir. Xüsusilə bu dediyim şeylər daha çox ana ilə bağlıdır. Baxın, görün, övladınıza hansı enerjilər ötürmüsünüz. Niyə belə ümumiyyətlə düşünür? Niyə belədir, yəni? Gəlirəm 3-cü dəstəyə. Baxaq görək, siz niyə övladınızla bağlı narahatsınız? Nədir sizi narahat edən? Baxaq görək, sizi narahat edən nədir? Övladınızın adını çəkin, övladınızın adını deyin. Nədir sizi narahat edən? Ola bilər ki, övladınızın həyatında nəsə bir şey bitir, bitməlidir və yaxud da. Bu mövzu qərarsızlığı var burada. Bitsin, bitməsin, davam eləsin, eləməsin, bura əmək vereyim, verməyim. Bəzilərində övladınızın borcları var, verməli olduğu borclar sanki var, onun üzərində ağırlıq edir, pulla bağlı problemlər var. Daha çox maddiyyatla bağlı, daha çox sanki yolları bağlıdır deyə düşünürsünüz. Yəni, qapılar bağlıdır. Elə nə baş, hara gedir, onun üçün hər şey çətindir. Gözləyir, gələcək pul az, qapı bağlı, əlinə gələn fürsət balaca, çətinlik çox. Sanki belə düşünürsünüz ki, uşağın bu tərəfdə də çətinlikləri var, bu tərəfdə yol bağlılığı var. Yəni, belə bir narahatlığınız var. Sizi nə narahat edir? Başqa nə narahat edir sizi?
Siz istəyirsiniz o çox böyük addımlar atsın həyatı ilə bağlı, çox böyük getsin, xaricə getsin, nə bilim, nəsə irəliləsin, əldə eləsin, ölkədən çıxsın, nə bilim, başqa ölkə, nəsə belə daha ona dəstək olmağa çalışırsınız və s. Amma davamlı onun önünü kimlərsə nəsə kəsir. Nəsə kəsir və hal-hazırda həyatında kimlərləsə mübahisəlidir, kimlərləsə savaşdadır, ola bilər, sevdiyi insanla ola bilər, bacısı ilə ola bilər, ümumiyyətlə nəsə bir münaqişə, mübahisə var həyatında. Ola bilər kimsə küsüb, təzə barışıb, övladınız kimləsə küsüb barışıb, sevdiyi bir insan vəsə, amma yenə də dalaşırlar, yenə də nəsə problem var həyatında. Nəzər siz düşünürsünüz ki, görəsən bu küsüb barış hara gedəcək, yəni bu dava dalaş hara gedəcək, bu belə bir şeylər. Başqa, siz niyə narahatsınız övladınızın gələcəyi ilə bağlı? Nədir sizi narahat edən? Narahat eləyəni göstər, səni seçən nəyə narahatdır? Fikirləşirsiniz ki, onu aldadırlar, fikirləşirsiniz ki, ona istifadə edirlər, fikirləşirsiniz ki, o öz enerjisini balanssız şəkildə verir, yəni fikirləşirsiniz ki, onun həyatında hər şey yalandır, onu aldadırlar, arxasından işlər çevirirlər, o da ona cavab verir, yəni sanki həyatında olan şeylər o da cavab verir və bütün enerjisi ancaq bu cür mübarizələrə gedir. Ev ala bilmir, pulu yoxdur və pulunu dəngələyə bilmir, qaydasına sala bilmir, həyatı ancaq savaş içərisindədir. Qorxursunuz övladınızın başına nəsə gələr bu halda. İstəyirsiniz ki, o daha çox siz necə istəyirsiniz? Ağır başlı biri olsun, sakit, həyatı düzənli, burada dəyişiklik olmasın, sakitləşsin hər şey. Amma övladınız daha çox istəyir ki, daha çox həyatında hələ ki nəyisə müdafiə etməyə çalışır. Özünü, həyatını, əlində olanları elə bir savaş içərisində yaşayır. Bu sizi narahat eləyir çox ki, nə qədər olacaq bu mübahisə? Yəni bu mübarizəli durum. Və onu aldadırlar və yaxud da o özünü aldadır. Nəsə belə şeylər. Baxaq görək övladınızı nə gözləyir. Övladınızı nə gözləyir? Övladınızı nə gözləyir? Övladınızı nə gözləyir? Övladınızı nə gözləyir? Övladınızı nələr gözləyir? Baxaq. İlk öncə övladınız nə üçün mübarizə aparırsa, nə üçün savaşırsa, ona bağlı qalibiyyəti olacaq. Allah onu sevindirəcək, maddi mənəvi olaraq o rahat olacaq. Kimlərin ki, övladları daha çox Allaha bağlıdır, sakitdirlər, daha da onların maddiyyatı daha da güclənəcək. Kimlərin ki, övladları daha çox, belə deyək də, savaşaram, əldə eləyərəm, gücüm budur, ağlına, mərifətinə, mədəniyyətinə, zəkasına güvənir. Onlar həyatlarında daha belə deyək də qərarlar qoyub irəliyə gedəcəklər. Kimlər ki, daha çox sakitdirlər, Allah adamıdırlar. Yəni o mübarizə yerinə oturum, evim olsun, maşınım olsun, işim olsun, sakit oturum. Bunların həyatında daha sakit bir dönəm başlayır. Kimlər ki, deyəcək ki, yox, nə oturmaq, bunu da əldə edəcəm, onu da əldə edəcəm. Onlar həyatlarındakı yarımçıq olanları həll eləyəcəklər. Yarımçıq olan məsələləri özləri üçün həll eləyəcəklər və tamamlayacaqlar. Daha sonra ola bilər ki, həyatlarında birdən-birə çox böyük bir dəyişiklik olacaq və başa düşəcəklər ki, bu savaş var, harada savaş var, harada mübahisə var. Burada o heç nə əldə eləmir. Yəni burada dəyişən heç nə də olmayacaq. Buradan çıxıb getmək lazımdır, bunu bitirmək lazımdır. Yəni bəzən şans, bəzən nəyisə bitirməkdir, nəyisə geridə buraxmaqdır və geridə də buraxacaq və özü üçün yeni həyata başlayacaq və yeni həyatda da tamamilə təmizlənərək başlayacaq. Yeni bir ölkəyə köçəcək, yeni bir şəhərə gedəcək, özü üçün sıfırdan yeni həyat başlayacaq qurmağa və yaxud da nəsə bir övlad ola bilər həyatında, yəni yeni bir övlada sahib olacaq, yeni bir övladı doğulacaq. Yəni sanki həyatında tamamilə təzə bir döngü başlayır. Yəni həyatında sanki artıq başa düşəcəyiz ki, şans o demək deyil ki, bunu düzəlt. Şans bəzən odur ki, burax, həyatından çıxart və qabağa bax. Bəzən şans budur və o bunu anlayacaq, o bunu dərk edəcək ki, bəzən bizi qaranlıqda saxlayan, bizim fikirlərimizi qarışdıran, bizi davamlı aldadan durumlar olur və belə deyək də
qəlbimizi qıran durumlar, hardakı bizdə o alınmır, biz oradan getməliyik. Yəni məcbur oradan getməyə. O ailədə ola bilər, bu iş yerdə ola bilər. Yəni hardakı biz əmək veririk, qəlbimiz qırılır. Hardakı biz dəniyirik münasibətdə bizim qəlbimiz qırılır. Hardakı bizi incidirlər, oradan getmək lazımdır sadəcə. Və oradan gedəndən sonra həyat onun üzünə güləcək, həyat onu çox belə deyək də sevgi ilə qarşılayacaq. Deyəcək, hardaydın, buradaydın, gəl bura, mən sənə gör nə xoşbəxtliklər verirəm. Həyatına yeni insanlar da daxil olacaq, özünə ev də alacaq, özünə biraz istirahətə ehtiyacı var, biraz üzərində ağırlıq var bəzilərinizin övladlarında. Var. Bəziləri üzərində negativ enerji də var, cadu da olunur və bu biraz onun səhhətində problemlər yaradır. Xüsusilə əgər kiminsə övladı yatanda problemlə yatırsa, narahat yatırsa, ondan sonra kürəyi ağrıyırsa, sanki yatanda kürəyim ağrıyır deyirsə, xüsusilə də əgər bu adamlardan çox negativ enerji var, təmizlənməlidir və qızlardırsa daha çox güclənəcək, yanında başqa qadınlar, düzgün olan, güclü olan qadın podruqaları olacaq. Kişilərdirsə həyatına çəkəcəyi qadın, həyatında olan qadın ona çox dəstək olacaq, maddi, mənəvi olaraq onu yüksəltmək üçün. Yəni yaxşı bir gələcək gözlənilir. Yaxşı bir gələcək gözlənilir. Yetər ki, artıq ona xidmət eləməyən şeyləri buraxsın, yəni bəzi şeylər getməlidir, bitməlidir, bu qədər, sadə. Özünüzə yaxşı baxın, fikirlərinizi yazmağı unutmayın və əgər siz tamamilə ödənişsiz olacaq canlı tarot görüşündən yararlanmaq istəyirsinizsə, o zaman Instagrama yaza bilərsiniz.